Azərbaycanda elektron siqaretlərin istifadəsinə və satışına qadağa qoyulur. Həmçinin onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışına icazə verilmir. Təklif edilən dəyişikliklər Milli Məclisin aqrar siyasət, iqtisadi siyasət, sənaye və sahibkarlıq, əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. Elektron siqaretlərin ölkəmizə idxalı, gətirilməsi, bunun satışı bu müəyyən maliyyə vəsaitləri ilə nəticələnir. Dövlət büdcəsinə vergilər ödənilir, amma müqayisə etmiş olsaq, bir tərəfdən dövlət üçün, büdcə üçün gəlirlər, digər bir tərəfdən də vətəndaşlarımız üçün, xüsusilə də yeniyetmələr, gənclər üçün belə deyək, fəsadlara səbəb olan bu alübəçilik, təbii ki, dövlət o fiskal maraqları güdməyəcək və biz buna əminik. Sözü gedən tütün məmulatından isə qapalı məkanlarda da kifayət qədər istifadə olunurdu. Təbii ki, haqlı narazılıqlardan qarşılanırdı. Açıq yerlərdə çəkmə olar təbii ki, amma qapalı yerlərdə məncə çəkməyə icazə olmamalıdır. İstəyir siqaret olsun, istəyir sadəsi, istəyir elektron siqaret. Ümumiyyətlə, mənə gəlir ki, çəkməsiz daha yaxşı olar. Balaca bir yerdir. Bir də görsə, o qəlyanın çox belə müxtəlif iyləri var da, meyvələr üzrə belə deyək də, indi o kimyəvi maddələrdir. O, məsələn, mən şəxsən istəmərəm onu yeməyə dəysə. Ləğv olmalıdır. Onu harada oturur, cavanlar özün körlüyür. Görürsən, orada çəkir, burada çəkir, bu nədir? Zərərsiz alternativ kimi təqdim olunan elektron siqaretlər əslində sağlamlıq üçün ciddi təhlükə yaradır. Həkimlərin iddialarına görə qızdırılan tütün məmulatı ağciyər toxumasını qıcıqlandırır, xroniki öskürək yaradır. Hətta onkoloji xəstəliklərə yol açır. Elektron siqaretlər əslində adi nikotinli siqaretlər qədər zərərlidir. Ağciyərlərin xroniki obstruktiv xəstəliyindən gətirib çıxarırlar, ağciyər vərəmindən gətirib çıxarırlar, yüksək arterial təzyiq, hipertoniya xəstəliyi və digər istənilən orqan və sistemlərdə olan problemləri törədə bilirlər. Sözü gedən məhsulların reklamına da qadağa qoyulur. Belə ki, reklamı qadağan olunan məhsulların siyahısına nikotin tərkibi olmayan elektron siqaretlər də əlavə edilib. Ələkbər Salih, Zaur Həşimov, Telesəhər.